Aşura gecəsidir. İmam Səccad əleyhissalam deyir, mən xəstə idim. Bilirsiniz, İmam Səccad xəstə idi Kərbəlada Aşura günü. Mən xeymədə uzanmışdım, İmam Zeynəlabidin əleyhissalam. Mən xeymədə uzanmışdım, bibim Zeynəb mənə qulluq eləyirdi. Bizim xeyməmizə düz bitişik bir xeymə var idi ki, orada silah hazırlayırdılar. Silah düzəldirdilər. İmam Hüseyin əleyhissalam o qonşu xeymədə, silah düzəldən xeymədə dayanıb və xanım Zeynəb də, bibim Zeynəb də mənim başımın üstündə mənə xidmət eləyir. Gördüm İmam Hüseyin, atam Hüseyin şeir oxuyur. İmam Səccad danışır. Oxuyur, asta-asta bu şeiri deyir. Ya dəhr uffin ləkə min xəlil, kəm ləkə bil işraqi vəl-əsil, və sahibin və talibin qətil, və dəhru la yəqnə'u bil-bədil, və innəməl əmru iləl-cəlil. Şeirin mənası budur ki, ey ruzigar, sən nə alçaqsan, necə dostları bizdən ayırırsan. Sonra buyurur ki, düzdür ruzigar belədir, amma iş ruzigarın əlində deyil, Allahın əlindədir və biz də Allahın razı olduğuna razıyıq. Belə bir şeir oxuyur. İmam Səccad deyir, bu şeirdən bəlli idi ki, İmam Hüseyin şəhidliyə hazırlaşır. Mən bu şeiri eşidəndə İmam Səccad deyir, boğazım qəhərləndi, ağlamaq məni tutdu. Amma bibim Zeynəbə görə ağlamadım, özümü sıxdım. Mən özümü sıxdım, gördüm bibim Zeynəb də özünü saxlayıb ki, ağlamasın. İkimiz də dayanmışıq, araya mənalı bir sükut çöktü, sakitlik oldu. Amma deyir, bibim Zeynəb dözmədi. Birdən ucadan ağlamağa başladı və ağlaya-ağlaya getdi İmam Hüseynin xeyməsinə. Dedi, kəşk dünya viran olardı, Zeynəb bu sözləri eşitməzdi. Kəşk dünya viran olardı, Zeynəb bu günü görməzdi. Hüseyin, sən ölümdən danışırsan, sən ölümə hazırlaşırsan. İmam Hüseyin aldı bacısının başını sinəsinin üstünə. Dedi, bacı, ehtiyatlı ol, şeytan səni azdırmasın. Bu nə sözdür sən deyirsən? Niyə dünya viran olmalıdır? Ölüm haqdır, ölüm bizim üçün iftixardır, şəhadət bizim üçün fəxirdir. Mənim babam Peyğəmbər məndən üstün idi, dünyasını dəyişdi. Atam Əli məndən üstün idi, anam Zəhra, qardaşım Həsən, onlar hamısı getdilər, mən də getməliyəm. Və sən ehtiyatlı ol. Bütün bu karvana, bu mübarizəyə məndən sonra sən rəhbərlik eləyəcəksən. Odur ki, sən səbirli ol. Zeynəb dedi, ax onların biri dünyadan gedəndə ürəyimi başqası ilə xoş eləyirdim. Zəhra dünyadan gedəndə Əli var idi. Əli dünyadan gedəndə Həsən var idi, sən var idin. Amma sən Peyğəmbərin son yadigarısan. Səndən sonra bəs qəlbimi kimlə xoş eləyim? İmam Hüseyin həm özü dağ kimi vüqarlı idi, həm bacısı Zeynəbə və səhabələrinə aramlıq verir və izzət dərsi öyrədir. Bu gecəni hamınız bilirsiniz, İmam Hüseyin əleyhissalam düşmənin mühasirəsində idi. 30 min düşmənin mühasirəsində 72 nəfər dayanmışdı. Başqası olsa, dəqiq bilsə ki, bu 30 min sabah onu öldürəcək, nə vəziyyətdə olar? Çox narahat olar. Amma İmam Hüseyin əleyhissalam çox sakit və aram idi. Bu gecə səhərə qədər Allahın dərgahına yönəlib səcdə və ibadət edirdilər. İnsanları, sahabələri səbrə və dözmə çağırırdı. Ən ağır məqamlara baxın, Əli-Əsğər qucağında oxlananda İmam Hüseynin baxır deyir, həvvən